Hansı sualın cavabı ehtimala əsaslanır? Uşaqlar niyə müəllimi sevirdilər? Çünki müəllim çox dürüst, doğru, düzgün insan idi, ədalətli idi. Şagirdlərinin sevgisini qazana bilmişdi. Hətta mətnin axırında da biz görürük ki, o işdən ayrıldığı zaman uşaqlar vidalaşmaq üçün onun arxasınca qaçmağa başlayırlar. Daha sonra yalan danışdıqlarını gəlib müəllimlərinə etiraf edirlər. Çünki müəllim özündə bir neçə müsbət xarakteri, müsbət xüsusiyyətləri toplamışdı. Daha sonra müəllimin qovulmasında əsl günahkar əslində uşaqların özü idi. Çünki axırda da gəlib bağışla deyərək ağlayırlar. Çünki onlar yalan danışmışdılar və bunun nəticəsi heç də yaxşı sonlanmamışdı. Dayı ağacın qırılması ilə bağlı haqq hesab çəkərkən qonaqlar çıxıb getmişdilərmi? Buna mətndə heç bir işarə yoxdur. Yəni hadisə baş verir, daha sonra axşam dayı gəlib ağacın qırıldığını görür. Yəni biz hər hansı bir işarə olmadığına görə bu fikri ehtimal edə bilmirik. Dayı məsələ ilə bağlı niyə məhz Kostyanı çağırdı? Bunu ehtimal edə bilərik. Çünki mətndə qeyd olunur ki, Kostya bağbanın oğluydu və bağban da evin köməkçisi, yardımçısı olduğuna görə, e, ona görə də belə fikirləşə bilərik ki, dayı ən birinci günahkar olaraq onu seçir. Bağbanın oğlu Kosyanı çağırıb soruşur və həmin uşaq da qorxduğu üçün günahı boynuna götürür. Yəni evin köməkçisi, yardımçısı olduğuna görə, statusuna görə nisbətən m, aşağı olduğuna görə ən birinci günahlandırılacaq şəxs elə bağbanın oğlu idi. Bunu bu şəkildə ehtimal etmək olar. Düzgün cavabımız ona görə də bu fikir olacaq. Qubernatorun oğlu necə tərbiyə olunmuşdu? Bu isə mətndə fakt orada onun ərköyün olduğu qeyd olunur. İkinci abzasımızda fakt olaraq verilmişdi.